Bir xanım ki yaşayıb bir ömür Allahına qul, niyə bəs olmalı idi xanımın qəbri məchul? Hansısa bir yerə bir məclisə gəlsəydi bətul, onu gördükdə ayağa durardı xətmi Rəsul. Layiq ikən bu qədər hörmətə Zəhra anamız, səni kim saldı dərdi möhnətə Zəhra anamız? Elə sındırmış idilər əlinin ehtiramın, bir halda ki imamın alan yox idi salamın. O bilirdi necə ucadır imamlıq məqamın, sonacan etdi müdafiə haqqını imamın. Əymədi boyun zülmə zillətə Zəhra anamız, bu yolda yetişdi şəhadətə Zəhra anamız. Xanımın məqamı məhşərdə eyləyəndə zuhur, məhşər əhli görəcəklər bürüyüb aləmi nur. Budur izzət, bu əzəmət, bu vüqardır, bu qürur. Deyəndə ki xanıma cənnət-i əlaya buyur, şiyyələr üçün dönər şəfaətə Zəhra anamız. Sizsiz qoyarmı qədəm cənnətə Zəhra anamız? Bir qapı var ki onda çox ucadır avlı məqam, bir qapı ki ona Cəbrail edərdi ehtiram. Bir vaxtlar o qapıya Peyğəmbər verərdi salam, bir vaxtda o qapıya od vurdu o iki adam. Məgər ana deyilmi ümmətə Zəhra anamız, niyə qərq oldu bu müsibətə Zəhra anamız? Nə əməl olundu Peyğəmbərin vəsiyyətinə, nə əməl olundu Qədirxumun vilayətinə, nə əməl olundu Peyğəmbərin əmanətinə. Qaldı məruz əmanət ümmətin xəyanətinə, elə küstü cahil cəmiyyətə Zəhra anamız, getdi Peyğəmbərə şikayətə Zəhra anamız. Elə küstü cahil cəmiyyətə Zəhra anamız, getdi Peyğəmbərə şikayətə Zəhra anamız.